Vahid Səhiyyə informasiya sistemi vasitəsilə sığorta olunanlar üçün xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin və təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən elektron sənəd formasında hazırlanacaq və bundan sonra da tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq edilərək işə götürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcək və həmin sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinatların təyinatı üçün əsas olacaq. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid reyestrdə birləşdirilib və nəticədə işə götürənlər bu e-bültenlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçilərinin isə e-səhiyyə portalı və mobil tətbiqlərdən asan və rahat şəkildə əldə edə biləcəklər. Bu haqda ətraflı bir məlumatları təqdim etmək üçün canlı bağlantımız olacaq və qonağım var hazırda bizimlə birbaşa bağlantıda. Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova. Sevinç xanım, hər vaxtınız xeyir, xoş gördük sizi. Vaxtınız xeyir, xoş gördük. Artıq çoxdandır ki, gözlənilən bir prosesə başlanılıb və kağız daşıyıcılarından imtina edilməsi, düzü bunu yəqin ki, hər kəs gözləyirdi. Bəs əsas səbəblər nədir? Bunu niyə labid oldu? Çok güzel vurguladınız. Artıq bütün dünyada qloballaşan rəqəmsallaşma prosesləri fonunda ölkədə də rəqəmsallaşma gündəmə gəlib, o cümlədən də səhiyyə sahəsində və bu səpkidə də xəstəlik vərəqələrinin elektronlaşması da gündəm oldu. 2024-cü ildən etibarən artıq xəstəlik vərəqələri elektron sənəd formasında tərtib edilir. Bu ilkin mərhələli şəkildə başlasa da proses hal-hazırda may ayının 1-dən etibarən artıq kağız daşıyıcılarda yazılmış xəstəlik vərəqələri etibarsız hesab ediləcək. Bununla bağlı Nazirlikdən müvafiq qurumlara tibb məsələlərinə xəbərdarlıqlar edilib, sirkulyar məktublar göndərilib və tibb müəssisələri bilməlidirlər ki, xəstəlik vərəqələri tərtib etmə səlahiyyəti olan həkimlər sima imza əldə etməlidir may ayının 1-ədək və eyni zamanda elektron qaydada xəstəlik vərəqəsini tərtib etmək üçün vahid səhiyyə informasiya sisteminə müvafiq icazələrini təmin etməlidirlər. Əks halda kağız daşıyıcıda yazılmış xəstəlik vərəqələri heç bir halda qəbul edilməyəcək və etibarsız hesab ediləcək. Bəs elektron xəstəlik vərəqələrinin bu kağız daşıyıcılarından fərqi nədən ibarət olacaq? Yəni biz təbii ki, bu prosesdən, yəni kağızdan elektrona keçirik, amma fərq varmı? Təbii ki, fərq var. Kağız ilkin növbədə ən başlıca olaraq kağız kargüzarlığı aradan qalxacaq, kağız dövrəsi azalacaq. İkinci bir tərəfdən ən vacib məsələ elektronlaşmanın üstünlüyü ondan ibarətdir ki, pasiyent tibb müəssisəsinə müraciət edəndə ki, onun əmək qabiliyyəti müvəqqəti itirib və çalışmaq vəziyyətində deyil, ona hesablanacaq yəni müavinətin verilməsi üçün bu sənəd əsas olacaq. Xəstəlik vərəqələri elektron qaydada. Üstünlüyü ondan ibarətdir ki, əvvəllər tibb məntəqəsinə yaxınlaşan vətəndaş həmin xəstəlik vərəqəsini özü kağız daşıyıcıda əgər işə götürənə, yəni sığorta edənə çatdırılırsa, hazırda buna ehtiyac yoxdur. Çünki sığorta edən, yəni həmin işə götürən əmas üzərindən, Sosial Müdafiə Fondu üzərindən həmin sənədi elektron qaydada əldə edə biləcək. Eyni zamanda tibb işçiləri də vahid səhiyyə informasiya sistemi üzərindən əldə edəcək və bütün proseslər rəqəmsal şəkildə yalnız elektron sistemlər üzərindən ötürülməklə baş verir. Yəni insan faktoru minimuma inir. Yəni əvvəllər işçinin üzərinə düşən məsuliyyət artıq azalmış olur. Onun kağız daşıyıcıda hər hansı quruma çatdırmaq tələblərindən qurtarmış olur, belə deyək. Bu da ən böyük üstünlüklərdən biridir.
Həqiqətən də həm o işçi prosedurundan bir kənarda qalacaq, yəni gözləmə rejimi ortadan qalxacaq və s. Amma bizim təsvir olsun ki, belə bir travmamız var ki, onun üzərində bir peçat olmasa, kağızı əlimizdə tutmasaq rəsmi sayılmır. Bu elektron sənədlər rəsmi mi olacaq? Təbii ki, rəsmi olacaq. İlk öncə də qeyd etdiyim kimi həkimlər onu sima imza ilə təsdiqləyəcək. Hər bir xəstəlik vərəqəsi tərtib edən həkim ki, səlahiyyəti var buna, onlar mütləq şəkildə sima imzalarını əldə etməlidirlər və eyni zamanda vahid səhiyyə informasiya sisteminə çıxış təmin etməlidirlər. Bu elə sima imza da həkimin imzası hesab olunur. Səhiyyə Nazirliyi tərəfindən bu prosesi artıq başlanılıb, biz bilirik ki, bəs tibb müəssisələrində bu iş üzrə maarifləndirmə prosesi aparılırmı? Həkimlər bu haqda məlumatlandırılırmı? Ümumiyyətlə, hansı işlər görülür? Bəli, qeyd edim ki, bu proses ki, başlanıb 2024-cü ildən etibarən artıq ölkə üzrə bütün tibb müəssisələrinə ardıcıl şəkildə mütəmadi olaraq vahid səhiyyə informasiya sistemində müvafiq modula giriş etmə, ümumiyyətlə xəstəlik vərəqələrini elektron sənəd formasında tərtib etməklə bağlı mütəmadi olaraq təlimlər keçirilib, onlara bu izah edilib və bununla bağlı bizdə 814 çağrı mərkəzi fəaliyyət göstərir ki, həmin tibb işçiləri və yaxud tibb müəssisələri ki, elektron sənəd formasında xəstəlik vərəqəsini tərtib etməklə bağlı məlumatsızdırlar, onlara müvafiq dəstəklər göstərilir. Qeyd etdiyim kimi tibb müəssisələrindən qarşıda duran ən böyük tələb ondan ibarətdir ki, onlar 1 mayadək artıq sima imzalarını əldə etməlidirlər. Əks halda onlar xəstəlik vərəqələrini elektron şəkildə tərtib edə bilməyəcəklər. Bu da böyük problemlərə yol açacaq. Çünki qeyd etdiyim kimi artıq yalnız müavinətlərin hesablanması üçün xəstəlik vərəqələri sığorta olunanlar üçün yalnız elektron qaydada əsas sənəd hesab ediləcək. İtibarsız hesab ediləcək. Sevinç xanım, 1 maydan etibarən başlayır, bu tarixdən etibarən başlayır, amma necə düşünürsünüz? Təxminən neçə müddət çəkər ki, tam olaraq elektron sənədləşməyə keçək? Qeyd edim ki, 1 mayadək artıq 2024-cü ildən ki, qərar da 2024-cü ildən Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir. 2024-cü ildən mərhələli proses başlanıb və yetərincə vaxt zaman kəsiyi keçib 2024-dən 2025-ə dək düşünürük ki, artıq tibb müəssisələri bundan daha öncədən xəbərdardırlar, onların məlumatları var. 1 may tarixindən artıq kağız daşıyıcı ləğv edilir. Yəni, bu artıq məcburi hala keçib, belə deyək də, qarşıda qoyulmuş tələblərə görə yalnız elektron qaydada qəbul ediləcək. Artıq bütün tibb müəssisələri də müvafiq qaydada sənədi elektron qaydada tərtib etməlidirlər. Onlar sima imzalarını əldə etməlidirlər bunun üçün. Sevinç xanım, təşəkkür edirik. Çox sağ olun, efirimizə bağlandınız və izləyicilərimizə eyni zamanda bizi maraqlandıran suallara cavab verdiniz. Təşəkkürlər, çox sağ olun. Məsələn də qeyd etmək istəyirdim. Vaxtı bilir, aydındır bununla bağlı üzr xassəyə edərək qeyd edirəm ki, elektron səhiyyə mobil tətbiqindən də həkimlər VISIS moduluna keçid edə biləcəklər. Eyni zamanda pasiyentlər də əgər xəstəlik vərəqələrini elektron şəkildə əldə etmək istəyirlərsə, onlar da elektron səhiyyə mobil tətbiqi üzərindən bültenlərini elektron qaydada əldə edə biləcəklər. Elektron səhiyyə mobil tətbiqindən həm həkimlər üçün xəstəlik vərəqəsini tərtib etmək, həm də pasiyent üçün onu əldə etmək əlçatandır.